Dostlar, indi salat eləyirəm. Bu işi mənə yıxdılar. Güzel televizora baxırdım. Gəldilər dedilər ki, gəlin salat eləyim. Kartoşkanı bıyılar. Tort kebab olur. Kebab nədir? Tort kartoşka olur. Ondan eləyirəm. Bir layı hazırdır. İndi ən birinci üzərinə duz səpək, duzumuz. Buradadır duzumuz. İndi duz səpək. Çox azcana. Belə. Hər yerinə gəlsin ama. Biraz arkaya gedəksiniz mən görməziniz üçün. Lovustayım. Tam görün də məni. Üstünə sətdik. Belə kartoşkamızın üstü duzludur. Amma indi mayonez eləməli. Qaşıq. Ana mayonez qəhr elədi. Alırıq bundan. Belə. Və bunu hər yerinə yayırıq. Çox mayonezli bir salat olmalıdır bu. Mən çox azmışım. Qaşıqla yaymalıyam. Əslində şeylə yayacaqdım. Belə qoyum. Əslində şeylə yayacaqdım. Belə tort üstünə sıxan var ha. O ilə yayacaqdım. Alınmadı. Şimdi ya. Şuradan gəldi. Anam. Bunu çəkirsən. Salat eləyirəm. Onun üçün Şey qurumsan. Deyəcə bundakından biraz töküm ora rahat olsun. Belə yavaş. Onu yay. Buz vurmuşsan da. Hə, altına düşür. Hər yerinə səpdim də. Az dediniz, az səpdim. Amma hər yerinə səpdim. Orada yumurta eləyəsən, hə indi. Üstünə yumurta eləyəcəm. İnşallah dediyim kimi qarışmaz. Yumurtaya mayonez vurmayasan. Yumurtanı elə azca duzda, üstünə kökü elə. Ondan sonra mayonez elə, sonra ət elə, yaxşı? Ətin üstünə mayonez vuracam da, hə? Hə, ətin üstünə mayonez vurarsan. İndi qaldır bir dənə soğundur. Soğundurda pişsin, pişirdi az qalır. Mən də gəldim namaza. Soğundurursan eləyəsən? Hə, soğundur mənim. Hə. Ana, bax bu qədər bəsdir mayonez. Yaxşıdır, hə. Tamam. Məncə yaxşıdır. İndi üzərinə yumurtanı tiyarkalamalıyıq. Yumurtamız. Bunu qoyum bura. Yox, qoyum bura. 10 qramla. Bunun bu tərəfini gətirin. Burası kartuşkaldak mı? Fərq etməz, onsuz da üst-üstə. Yəni, onsuz da üst-üstə. Ata palmus gözləyir. Vay. Evet dostlar, indi hazırsınızsa salatı yumurtasını safət aparanıma tiyarkalıyırıq. Hə? Nə? Hə. Mən gəldim direkt atlara, gözlə. İndi yumurtanın ağı əlimdən ayrıldığı üçün yumurtanın ağını ayrıldığı Eləyərsən quzumu var ehtiyatlı. Qaçma. Bura düşdü, onlar da boş verin. Ataq bura. Yumurtaların hamısını bir eləyər. 2 dənə yumurta var, hə? Bu partlayan yumurtamı. Oyulu be. Yumurta partladığı üçün oyulu presman. Belə. Yumurta çox dətlidir. Deyəcəm deyə. Sizin dətlidir deyə alışmayın. Mənim üçün dətlidir. Sizin üçün dətli deyil. Çünki mənim dostlarım mənim kimi bir dəqiqə mən bir peçet alayım. Bu arada mən özümü qutlamışdım. Hamının arasından deyirəm. Ramazan bayramını təbrik edirəm. Məndən öncə Ramazan bayramını təbrik edən varsa deyim. Ailəmiz yox ha, YouTube kanalı var. Ailəmiz təbii ki, məndən öncə təbrik eləsin, eləməsin. Onu ailəmiz bilməlidir. Mən yox. Siz sadəcə YouTube'da məndən öncə təbrik eləyən varmı deyin. Yaxşı mı? Əlimi tiyarkalamadan öncə getmişdik də, ərzə qalmağa marketə. Əlim orada bir də gördüm ki, qanıyır. Niyə göynədir bir də gördüm. Bir də baxdım ki, qanıyır. Niyə qanadığını da anlamadım amma qanıyırdı. Bir də dostlar, bu nədir Allah aşkına? Dostlar, siz mənə baxmayın. Siz gözəl eləyin. Mən biraz sıxıntılı eləyirəm. Buna baxmayaraq
Yumurtaya bayılanların arasında ben de varım. Yumurtanı eleyirik. Yumurtayı elədik. Eleyirik. Ya. Ben tuşu üzerine sonra bu kısmı oldu. Dostlar danışmaya da bilmem çünkü işime çok şeyim. Yumurtanın dərtli tərəfi bilirsiniz arasında. Əsəbləşdirdin yumurta. Yumurtanın dərtli tərəfi bilirsiniz arasında. Sarısı ilə ağını ayrı eləyə bilmirsən və bərabər eləyəndə də hamısı ayrılır, düşür həyən yana. Ən dərtli tərəf budur. Nə? İndi bunu düzəltdik bura. Üstündən yumurta vurmayacağıq, sadəcə biraz duz keçəcəyik. Yumurta nədir? Mayonez. Ama yumurta... Ay yumurtanın birini elməyi unuttum. Neyse, biri hələ çox dadlı keçdi, ikincisi yarıq nədir keçəcək. Oyuq yarıq nədir? Dostlar, bu salatı başarıyla səliqəli, sıkılmadan həll eləyə bilənə hatırlamadım böyle. Eləyə bilənə valla bravo. Bravo. Enerjinin kadına bravo. Elə bildim mən en son bunları belə qarşılayacaq. Mən oradan belə bunu tort kimi kəsməyəcəyim. İlya, oyuq tərəfi ilə başlamayırsınız. Mən də başlayayım. O çok geldi. Ay biraz getir. Sor sen. Ne? Sor sen kendin stekanlar sen. Evet. Yumurtanı elemeye ayrı dert. Stol ne kaç orada? Video çektim. Ha? Söndürür sen ha? Yok. Ne oldu? Bunu şey çekebilmeyeceğim ki burada tiyaklı var. Gel. O düşmez. Bence standı. Salatın duzu necə də baxmamışam. Səpirəm hamısına belə. Üstündə bir tütüz. Bu normal salat kimi asad deyil. Normal salatı normal doğrayırsan. Asaddır, həm də sıxıcıdır. Bu həm sıxıcı deyil, həm də yoğurucu deyil. Asad deyil, çətindir. Dostlar, sizə şad xəbərim var. Yumurtalar qurtardı. Bunu hara qoyaq? Nə edərlisi? Bak, siz önümüzü kapayıp. Salon dostlar. Salon dostlar.
Bu salatda yeyəsən. Dostlar, bu niyə heç bir salat yemirsən ki sən? Dostlar, onu merak eləyərdim. Dostlar, harda salat eləsə, heç bir salat yemirəm. Bir salat yeyir. Biberli olan salat var ya, onu yeyir. Ama normal biber yemir. Züleyxa'da bir şey var. Her şeyi yediği şeyler karşılığında yemir. Yemediği şeyler karşılığında yiyir. Bu onda güzel bir hala gelir. Möhtəşəm bir hale hem de. Sen biber dememişsin. Buna bak. Dostlar çöz eləmişik. Çöz. Instagram'a bakın. Çöz elədiyimizi görə bilərsiniz. Mangal. Çözünə də az. Dostlar mangal eləmişik. Instagram'a bakıp görə bilərsiniz. Hə, çöz eləmişik. Bunun yumurtası. Bunun üstünden duz hani. Ellerimi sileyim. Ya ben bunu ısınmıştım ellerimi. Ben bunu getirmişim yanıma. Bu sefer de ellerimi silmişim. Ben de içtim çıkardım. Sen içmemişsin. Stefan o kaç çıkar? Sizin krem su içtiğimiz saçanı verir. Götür. Züleyxa. İndi. İndi iş səndə olacaq. Bax, atayla stol mən səkəcəm ortaya. Yakala da yakala apar. İşte o sen düzeltsen. Stolun qabını zaten sən söyləyirsən. En azından bundan yırttık. Dostlar, salat o kadar çətindir ki. Aa süzde. Bundan mısın tökməliyəm ya? Tökməsəm olmaz. Köşklə qarışar. Eyniyə olmaz. Anam namaza gidəcək. Əvrəm, tələsiklik var. Bütün köşklə. Hər ərzaqda bir şey əyrilik var. Ətdə bir şey var, var. Bu nə tərəf olması dostlar? 8 oxşuyur. 8'e bir daha bakın 8'e. Ay istəyirsən? Hə. Nə içmişəm? Bunun harasıyla tüyə qalıyırdım. Ne de göster deneyemem. Bakıyorsan. Bu tərəfi ilə tüyə qalıyırdım mən. Dostlar, gələm kimi tüyə qalıyırdım. Bu arada bundan öncəki çox yaxşı getdi. Ama yenə də yumurtaydı. Yumurtayla sevgimiz bitmir. O kadar çok aramızda münasebət bayağı bir çoxdur. Bu arada kartoşka elədikdən sonra üstüne duz səpdim, sonra mayonez elədim. Onunla nədir? Bunu tiyarkalayarkən qulum gedim. Yedin mi? Orada yedin de. Yox. Allah. Hara gəlsən, işdən qaçır dostlar. Ora nəyə gedirsən? İşdən qaçırsan. Neçə nəfərik? 1, 2, 3, 4, 5. Bunu səpin, ərəli. 6. neferimiz yoktu. 4, 5. Yox, sizə bu ilfədən qoyuram, bax. Yumurta da bayağı bir çox idi. Ana, yumurta çox idi. Çox idi. Ha. Ama 4 tane kaşık var. Kök az elə. 4 tane ben yokum. 4 tane ver. Ben kaşık. Ama bir de balansa kaşık ver. Salatanın nə boyda olmalıdır? Nə boyda ərzaqı çəkdi o boyda. Allah. Aferin. Bax, qıraqlarını belə düzəldərsən də aşkım. Mənə bax. Qıcan yerə Aşkım, töküldü. heç nə olmaz. Bax, belə düzəlt, belə. Axırda belə Düzəldərəm, düzəlsərik. ən son Axırda düzəldərik də. Mənə bax, çörka necə rahatdır o cür tut. Yo, belə rahatdır. Belə tut, belə. Yo, belə Hə, rahatdır. sənə belə. necə rahatdır o cür elə. Mən tez tələsirəm mən özüm. Dostlar nəvə görə bilmir. Nəzrət yaşayırım. Aramızda köşü kim qabıq soyulmuş istəyir. Mən sevirəm valla köşü hər haliyle sevirəm. Amma bu qaynadılmış soyulmuşdu. Onu da sevən varsa yazdım. Bu evdə məndən çox sevən yoxdur valla. Stəkanına qoydum boşqabda. Gətirib bir dənə düzməm ya. Balaca qaşıq bir dənə də 5-də. Olmadı da elə. Beş nəfərik. Normalde evde 6 nəfər idi. Nənəm yolculuk da getib. Arasa gedib var. Oraya gedib o unuttum həqiqətən. Yəni bu gün akşam gələcək düşünürəm ya da sabah.
Dostlar, nədənsə mənə bir şey çatışmır. Məsəl üçün yaxlar dedim ha sabah. Nədən? Ya bu gün axşam ya da sabah. Ya sabah axşam kimi görsədim, hə? Öyə başa düşürəm. Niyə deməyə çalışıram? Niyə deməyə çalışmıram yəni? Biraz. Qazı. Kökün içində qalıb, hamısı. Nədir? Bu arada bunun üstündə yumurta da var demiş. Yumurta. Dostlar, mən də iş görürəm. Nə işi? Hə. İçini atacağım hər şeyi. Təzəsidir. Sarımsaq deyil. Sarımsaq rəndəliyən deyil. Təzəsi deyil də bu da o qədər təzə deyil. Saçıma baxın, vızlanıb qıvırcıq olmağın pis yöntəmi. Arxama baxın, çuxur kimi. Sonra bir dənə bunu qaldım. Sizin saçlarınızda bax, hamınızı görürəm. Sizə gözəl qalır. Mənə qalmır. Hamınıza gözəl. Tamamilə mənim əlim salat oldu. Tamamilə mənim əlim. Ben de biraz çek yukarı aşkım. Yuxarı ya aşağı. Zeynep'e diyeceğim. Kulağını çeksin. Hə. Dostlar, bu bilərimi çəkilməyəcək. Dostlar, Süleyxa, mən ona koftan vermişəm ki, onu geyinsin necədir? Həm dalqabaq geyinib, həm də tərs geyinib. Bir də, ulan tərəfə baxın. Kameraya baxın. Ama artık dostlar bunun üstünden şeylemek var. Dostlar, işimi yanlış eləməyə başlayıram. Həqiqə. Hələ yeni başlamışam. Həqiqət. Oldu. Hazır? Bu biraz şey oldu benim. Ne oldu? Mayonezi salmağa göre. Hə? Ona göre deyirsən. Bax bunda içində mayonez var hələ. Ya bunu biraz tökün bura. Bunu yayarsan. Yay onu. Yox, silmə. Qaşıq verəcəm, görəyim. Yeşə qaşıq verəcəm ki, mayonez götürə biləcək. Mayonezi yekə ilə götürüb qoyub, oyuna yayarsan, yaxşı? Həm də yekə qaşığı alır. Nə atacaqdım? Kök yapışır qaşığı. Mənə 2 dəfədir bu. Yeməkdən sonra 3, yeməkdən əvvəl 3 dəfə. Bunu atacağım indi. Nə dərmandır ki bu? İmran. Ama kök bayağı şeydi, yapışır. Onun için yapışmaması için. Bu sən dərmandır oxşur ki. Şimdi ne? Başqa budur. Ana, kök yapışır qaşığa. Dik dur, boyun çatmır. Dik dur. Dur, rahat dur. Dik dur, daha rahat işlə. Dostlar, mən görəm. Onu qaşıq ona bulamazdın. Hə, buladım. İndi mayonez götürməyə başqa qaşıq verirəm yenə. Ya hə, anladım. Mən dərmanımı içim mən. Bu içində qalmıyor. Aşağıda şey, Dostlar, filli, o birisi. Hə, o açıq. Aslında bu yanı biraz şeymiş. Mən dərmanıma Bu səttib də, hə. Səhra ilə. Nə gözəl. Dərman səhra ilənci ilk dəfə görürəm. Səhra ilən. Stəkanım şirləmiş. Gəzdim də qəşə şəftalı dadı gəlir. Şəftalı sok içmiş ya. Saçdım. Attın dermanı. Bunu ilə alım. Ay. Orada Züleyxa atamla danışır. Özləyim. Dostlar, mən Sprite yeni ilə qədər 2026-ya qədər Sprite'dır. Sprite, Cola, Pepsi, Fanta içməyəcəm. Zədərliymiş.
işləsin. Hə? Yoxsa səndə deyil duz? Hə, duz Zeynəbdədir. O biri duz qabı hanı istiyor olan içində. Onun qırağına duz qoyun. Adından mən asılıram. 2 dolar mı? Yox, atası oradadır. Allah, qırağına duz qoyun. Ata qoyacaq. Mən qoyum. Qoya biləsən. O duzu görəndə ağlıma qəsəbə gəldi. Mən də. Ne koy anası işlesinler özler. Yavaş bu mayonezlə. Ama şey tələsin ha kızlar. Yavaş yavaş sən elə olsun. Yaxşı ürək. Mən Al al. Sən bu qaşığa bax. o qaşıqda şey dedim. Kim idi adı? Adı nə idi? Türkçə xala. Türkçə xala mənə hədiyyə elədiklərinin içindəydi. Yox, heç sən hədiyyə eləmişdin, amma sən mənimlə də paylaşmışdın. Sən heç onda yox idin. Var idim. Zeynəb, içində qazanı var idi. Hə, dağıtı qari. İçində tavası da var idi deyəsən tavası. Hər şey var idi, çaynikına qədər. Hə, o qədər həm də O harda nə olub ki ona? Səhv qaşıqla. qəsəbədəki halimizdəydi o. Çox əvvəllərdə. Hardan Yox, bilirəm? yəni indiyə niyə sağ deyil? Mənim idisə, niyə indi sağ deyil? Mən dostum, hər şeyimi çox yaxşı saxlayanam. 3 yaşımdakı şeyi saxlayıram. Kolyen, halamlar vermiş. Heç nə tökmədim bax. İndi yerinə qoy. Sən bunu aparıram da, hə? Bunu aparım da, hə? Nəyi? Bunu. O nədir? Duz. Onu aparım, o mənim yanımda. Hə. Dostlar, nə qayrım yetmir, hamısını öpdürür. Mənim işim bitdi dostlar. Zeynep de sonra başladım işim tez bitti dostlar. Çünki sənin işin asan. Dostlar işimi səhv eləmişdim. Düzəltdim. Nə iş idi, hansı iş idi? Dostlar indi Zeynep'e qap filan qoymamışdım. Ne balaca qapda, böyük qapda. Şaşıb özümə balaca qabından böyük qap qoydum. Elə bildim şamıya böyük qabından balaca qap qoymuşam. Ona görə özümə qoydum. Sonra sənə baxdım. Səndə böyük qabda, balaca qabda yoxdu. Özümü içinə götürdüm. Sənə qoydum. Sonra da özüm bir də böyük qap qoydum. Məncə hazır. Bunun üstünə ət qoyuruq. Ət. Əti nə tər rəndələyirlər, anlamadım. Onda normal salatda da rəndələyək də əti. Eyni şey deyil, didmirik. Yenə də rəndələyək. Çərmiş kimi eləyəsən? Yemə Zeynep. Yemə! Bu sultan değil, bunun üstü ondan çok değil. Bu esmini. Ən asan da ən son ən asan da hansını elədim göstərəcəm. Amma rəndələməkdir. Yaxşımı? Amma çuğundur da var. Çuğundur hardadır. Amma çuğunduru anam eləyəcək. Onun üçün mən elə ətə qədər elədiklərim biraz. Məndə də indi bitir. İslam bayağı pərişan haldadır. Görürsünüz sonra qədər çıxıb şey. Telefon ekranı kırıldı. Kırılmıyor. Kırılıb. Burada elə bir xərit varıymış. Baxın, belə deyən anda olmuş. Demək ki var. Nədir? Burada çox böyük bir parça var. Zeynep rəndələməyəsən, əlindən eləyəsən. Yox, anam dedi. Hə, rəndələmişsin. Ha. Biber var, mən biberin dadına baxacağım. Benim dadına baxma, acıdır. Baxma. Anam. Esmi hiss edemedim. Biraz o tayından vur. Biraz bu tay. Burası. Acıdır. Çok güzel. Acıdır. Oraya çatırdı. Atama diyorum, atam biraz sudarıyor. Ben özüme risk edemem.
Səni Bax. sevmədiyim üçün balaca ısırıram. Görək. Ən gözəl hansı geçecek? Biraz Ətin dadına baxacağım. salatda yemirsən, normalda baxan ağzına. Heç həyatda da yemirsən. Burak yeyirəm. Çox ət, yəni sinən çox yemirsən də. Kebab yeyirəm mən. Həqiqi? Yasda. Yemişdim əvvəllər. Acıydım diye. Dostlar, Sulu toyuq var, yazı sulu toyuq əvvəllər heç ama heç Yemirdi. Kebabı məcburen yemişdim. dostlar, sulu toyuğu. Dadı. Adam Sulu toyuğu yəni sevinirlər. Soyuyur Kebab axı, yer. soyuyur bəs olmaz. Şey eləmirsən şərdiş? Nə? Xiyar pomidor Eləməmişəm, mən deyirəm tomsa bilmirəm. Ama orada bir tane kapkal da artık. Orada bir tane kapkal da artık. Şey salatonun içinde yersin. Şeydir. Mən bir çörəyi doğrayım. Ben apararım. Yox, ata aparsın orada doğrasın. Çörəyi ye, sonra. Neyse ben işime devam edeyim. Nə işin var ki sən? İş yok ya. Atam bir şey istiyor. Şunu. Ata çöreğin tadına baksam ya. Sən də onu qoyursan, hə? Ha. Get. Pomidor mis xiyarını sərdadır. Mən düşəcəm axı onda. Yox, sən nəsən? Çox detallı, çox detallı. Əti dedirsən, əlindədir. Həqiqi? Hə, əti tyorkaya vurmurlar ki, ət tyorkadan keçməsin. Nə demədin hər şey tiyorkada elə? Dihlə əlində qəşəng. Bu biri qaşığı da buladın kökə yenə. Yox. Birin təmiz saxalına 5 Mənim dənə qaşıq, bulaşıq dana, 5 dənə qaşıq verəcəm sənə. bulaşıq dana altına qoyduğumdan. Altına qoyduğumdan görə dolayı bulaşıq. Videomu izləmə. Həmçə? Bu da sənə Qırmızı soğan almışdı. Hə, tökdüm. qırmızı soğan. Hə. Çaşdım. Adamla getdik, hər şeyi aldıq, gəldik resmen. Aa, bizim göyərtimiz vardı qəşəng. Bütün manavı daşıdıq ana. Tiyorkalasaydı beni asan idi, əlim yox. Yox, elə dediklər tək o iri-iri qalacaq. Qolunu çək, bunu da çək. Və gəlir mayonezə bulaşır. Həqiqi? Çəkilmir ki. Tərləmisən sən? Yox. İstiləşməmisən? Çəkilmədi. Çəkə bilmədim. İstəşmişəm onu Hə, təbii. əlinlə qəşəng rahatca səpəcəksən. Ən son mən ucu yığıb düzəldərəm qıraqlarını zadım. Əlin göynüyür. Ətdə də. Ət suludur. Bu da burada soysun ucu. Hələ düşünün ki, duz səpirəm. Ama harap olmuyor. Şıqatın. Dostlar, biraz azından sağollaşacağım, buna sevinmirəm. Sağollaşmayacağım ki. Hələ bu günlük vlogdur. Sağollaşmayacağım. 10 yaşını giyinsaydım mən də. Sürəyyə tərs gəlsən belə videoya keçirsən. Hə. Tərs olduğu bilinmir ki videoda. Dur o kadar hündürdü ki boğazından kalır. Güzel diyor. Senin kolun aynısı değil. Değil de. Resim çektim adamı. Soyuq bu görəsənə. Bakarız. Yığım qablara ucu. Ana ben biber dişledim. Koyuram mənə belə. Ana. Soğan beyazdan Ana ben biber dişledim. Ucunda dişledim bıraktım da. Böyle ağzıma almadım. İkisini elə də. Valla dedə ikisini elə istəyirsən. Amma acı deyil. Ama orada kap vardı artık da. Acılardan qorxmuram, acı tez hissederəm. Acılardan qorxmuram. Zeynep Türk üstünün üstüne çık. Bunu təzdən bitməlidir. Dostlar, bu tiyorkalarda bu üçün tez olur. Yoxsa mən əlimlə bir cümlə çox böyük düşdüm. Deyil. Siz də nəmişsiniz? Bu salatı dənəyəndən yorumlayasın. Uşaq olar, uşaq olar. Ay dostlar, şimdi sizin yanınıza geleceğim. Beni O bir artıq qalmış ki, köftenin içinə çox doğramadım ki, çox acı yox. Sonra mən yeməkləri çəkim yavaş-yavaş aşkım. Mən tez bunu soyum. Bıçaq necə oldu? Nazik bıçaq. Aa, ne güzel yaraştı. Qaldı oyna. Yaraştı, çox güzel yaraştı. Deyilməmişəm, onu da düşündüm. Züleyxa. Orada boşluq qab var deyirsən. Atar içinə bəzərdən soğandan qoyarsınız, yaxşı? Ət yaxşıdır. Maşallah, çimib yummusan elə burada. Hər şeyi batırmısan.
Mən? Ətin hamısını tök. Hə, yaxşıdır, uzunluğu yaxşıdır. Tüm qab, qaşıq hamısı hər şey var. Ana. Can, təşəkkür edirəm aşkım. Gəlib nə vaxt qayıracaqdım o salatı, hə? Nə vaxt hazırlayacaqdım? Çox çətindir. Elə yox, çatdırmayalım. Az elədim, özüm çox eləmədim. Mədəmə ziyandır deyənə. Özüm yeyirəm, mədəm incidir də. Dedim, prosta salat da olsun da, süfrə boş olmasın. Maraqlı olsun süfrə. Məncə bayramda əsas şey olan süfrədə dostlar, əvvəl aş eləyirdilər bayramda, indi hər gün aş eləyirlər. Əvvəl bayramda kebab eləyirdilər, indi hər gün hardaysa xoşlar gələn bir gün kebab eləyirlər. Onun üçün salatın yeri ayrıdır. Əsl üst oldu olmalı yemək salatdır. İndi bunu mənə ver, mən bunu Deyən, gözlə, hər sən onu tiyarqıla. Əlimi burada qalanını mən həll eləyim. Yox, mən eləyərəm. Onun azcıq duz səp, azcıq. İstiyor səpmir, nə bəyəxsən? Yox. Demədi ki, istiyorsan. Hə, neylə, duzun səp. Mən də deyirəm onu niyə qoyub. Səp, biraz da səp, az oldu. Hamısına nə qədər səpmirsən duz? Hə? Normal səpmirsən. Yox, hə, indi bu biraz az gəldi aynı. Hamısı normal səp. Onda qalsın, bəsdir, bu qalsın. Buna çox səpərəm biraz. Bu da istidir, ay Allah. Təzə pişirdim, istidir. Amma bir ara bir duruxdum kökdən öncə. Kökün üstünə duz səpmişdim, mayonez elədim, sonra yaxlaşdı ki, eləmişəm, qorxdum yəni. Всё, da qalanı mən etdim. Mən Hə, bunu məncə də yığacam. sən niyə olsun, sən bunun üstünə şey elə. İndi sən onu saxla. Niyə? Saxla.